Zadə Elçin, Mingəçevir sakini. Buradan müraciətim Mingəçevirdə mənim kimi yüzlərlə, daha doğrusu mindən çox işçinin ixtisar olunacağı ilə bağlı xəbərlər dolaşmaqdadır. O problemi mətbuata çatdırmaqdır. Demək, məlumat üçün bildirim ki, bizim Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsidir, Kommunal Təsərrüfat İdarəsidir, JEK-lərdir, icra hakimiyyətinin orqanlarıdır, yol hərəkəti elektrik idarəsidir, müxtəlif idarələrdir. Hamısı birləşdirilib, orada işləyən minlərlə işçilərin ixtisar olunması deməli iyulun 1-nə qədər başa çatmalıdır. Mən də buradan bildirirəm ki, mən bir ilə yaxındır ki, Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə işə düzəlmişəm. Bir ildir işləyirəm, mən ixtisara düşmək təhlükəsindən üzləşmişəm. Demək, məlumat üçün bildirim ki, deməli iyulun 1-dən artıq işçiləri Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsidir, Kommunal Təsərrüfatdır, JEK-lərdir. Deməli orada işləyən minlərlə işçini ixtisar ediləcəklər. Deməli bir şərtlə işçilər saxlanılacaq ki, əvvəl 500 kvadrat metr əraziyə baxan və yaxud 1 hektar yerə baxan işçilər indi 3-5 hektar əraziyə baxmalıdır, oranı fəhləlik eləməlidir və bundan da əlavə onların necə deyim, dillərindən araç alacaqlar ki, daha doğrusu ki, biz yəni bundan razıyıq. Kim də bundan razı deyilsə, həmin adamlar işdən çıxarılacaqlar. Mən bu videonu ona görə göstərirəm ki, bu bax gördüyünüz bu Nizami Parkıdır və digər ətrafda da olan Qələbə Parkı, 41-45 Qələbə Parkıdır. Biz ora nəzarət edirik və orada bağban işləyənlər də var. Burada görürsünüz. Bax, bu ərazidə hamısına biz baxırıq. Yəni bundan sonra burada işləyən onlarla işçi ixtisar olunacaq və bura cəmi bir bağban və bir dənə də süpürgəçi yaxud 2 dənə də süpürgəçi işçisi saxlanılacaq. Qalan hamısı, mən də qarışıq nəzarətçi və yaxud bağbanlar hamısı ixtisar olunacaqlar. İxtisar olunacaqlar və onlar əgər işə götürülən adamlarla da yenə də deyirəm, şərt bağlanılacaq ki, sən bundan sonra 5 dəfə çox əraziyə, 5 hektar yerə baxmalısan. Əgər baxmırsansa dilindən kağız alacaqlar. Sən işləməyəcəksən. Yəni bugündən, daha doğrusu iyul ayından biz işçiləri qul kimi işlətməyi planlaşdırılır. Mən də buna etiraz edirəm. Mən artıq indidən etiraz edirəm və bildirirəm ki, mən cəmi 367 manat maaş alıram. O pulla 2 övladım, bir həyat yoldaşım işləmirlər, onları dolandırıram. Yəni heç bir yerdən də gəlirim yoxdur. Mənim kimi də yüzlərlə, minlərlə belə insanlar var ki, onlar işdən çıxandan sonra çörəklə sınağa çəkiləcəklər və bunun qarşısı alınmalıdır. Mən buradan dövlətə müraciət edirəm. Yəni dövlətin başında olanlara müraciət edirəm ki, bu haqsızlığa son qoyun. İnsanları işdən çıxartmayın. Yəni biz nə maaş alırıq ki, 400 manat da maaş almırıq. Sən bizi niyə işdən çıxardırsan? Bəs bizim aləmiz deyir, o tısbağanı öldürdün və yaxud tərsinə çevirdin. Fərqi nədir? Sən bizi işsiz elədin və bizi öldürmək kimidir səndə. Yəni hamısından da, icra hakimiyyətindən də, digər orqanlardan da soruşanda deyirlər ki, biz heç nə bilmirik, ayın 25-i dəqiqləşəcək. Amma bir şey dəqiqdir ki, işçilər ixtisar olunacaq. Məsəl üçün, Mingəçevirdə, ümumi Mingəçevirdə 1000 nəfər işçi işləyirdirsə, o olacaq indi 200 nəfər, 300 nəfər. Bu boyda Mingəçevirin qara işlərini, nə bilim, kommunal təsərrüfat təmizlik işinə baxırdısa, onlar da ixtisar olunacaqlar. Nə bilim, yaşıllaşdırma idarəsidir, ixtisar olunacaqlar. Yenə də deyirəm, orada heç 400 manat maaş alan yoxdur. Onu da bizə çox görürlər. Mən də buna etiraz edirəm, bildirirəm ki, mənim kimi də yüzlərlə elə imkansız ailələr var. Xahiş edirik, bu ixtisar məsələsini dayandırasın. İnsanlar yazıqdır və yaxud əgər ixtisar edirsinizsə, yeni iş yerləri təklif edin, biz gedək işləyək. Yoxdur, Mingəçevirdə heç bir iş yoxdur. Məni çıxartdın, obusunu çıxartdın, harada gəlib işləyəcəklər? Yəni, uzağı supermarketlərdə orada da işçi götürmürlər, orada da gərək adamın olar. Başqa yerə də gəlsən, rüşvət istəyirlər. Bu günləri də mən bildirirəm ki, yəni elə insanlar var ki, ora pul da verib giriblər. İndi onlar da ixtisara olunurlar. Yəni belə olmaz, belə özbaşınalığa son qoyulmalıdır. Mən buna etiraz edirəm və dövlətdən xahiş edirəm ki, bu məsələyə son qoyulsun və mətbuata da müraciət edirəm ki, bu məsələni ictimaiyyətləşdirin.